Hər kəsi salamlayıram. Bugün test toplusuna faizdən əlavə olunmuş yeni bir sualın həllinə baxırıq. A borusu ilə hovuz 6 saata tam dolur, B borusu ilə hovuz 3 saata tam dolur. İş məsələlərində biz 1 saatda görülən işi tapmalıyıq. 1 saata A 6'da 1 hissə qədər, B 3'də 1 hissə qədər iş görür. Məsələnin sonunda hovuzun tam dolmasını qeyd eləyirsə bizə 1 saatda görülən hissəni tapaq. Əvvəlcə 6'da 1'in üstünə 3'də 1 gəlməklə görülən işi hesablayırıq. Burada cavab olur 2'də 1 və məsələnin sonunda vaxt tələb olunursa, yəni bu hovuz neçə saata tam dolur, onu bilmək istəyiriksə, bu aldığımız cavabı, görülən işdə aldığımız cavabı tərsinə çeviririk. Yəni hovuz 2 saata tam dolur. A'nın 1 saatda gördüyü iş 6'da 1 olduğu üçün 2 saatda gördüyü iş olacaq 6'da 2. 6'da 2 3'də 1 deməkdir. Və A'dan axan xlorlu suyun 3% olduğunu qeyd etdiyi üçün %3'ə vururam bunu. Və A üçün olur %1 hesablamanı aparsaq, yəni 1%li məhlul. B üçün eyni qayda ilə 1 saatda gördüyü iş 3'də 1'dir. 2 saatda gördüyü iş olacaq 3'də 2. Vursaq bunu %6'ya. Çünki B'dən axan xlorlu su 6%lidir. Bu da eləyir 4%li və cəmi bir yerdə 5%.